Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala bella nebiyye ba'de amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Ən əfzəl əməllərdən həmçinin hansı ki ruzunun artmağına səbəbdir. Təbii ki ruzu Allahın əlindədir. Allah Subhanahu taala buyurur ki Quran-ı Kərimdə neçə yerdə deyir mən sizə verdiyim. Bildirir ki ruzu o verir. O təyin eləyir. O hətta ananın bətnində artıq təyin eləyir. Kiminlə rozusu var. Və lakin biz bilmirik. Biz çalışırıq. Birdən alınır, birdən alınmır. Ona görə hər halda çalışmalıyıq. O demək deyil, biz qədərə iman gətirmişik, lakin əməllərlə. Biz bilirik nə baş verir, hamısı qədərdir. Lakin əməllərimizi tərk eləmirik, səylərimizi tərk eləmirik. Onunla bərabər Allah təvəkkül edirik və gedirik. Və təbii ki, ruzunun artmağına səbəblər var. O səbəblərdən də biri elmə xidmət eləmək. Daha doğrusu elmə yardım eləmək. Elm əhlinə yardım eləmək. Alimlər bunu qeyd edirlər. Ne üçün? Çünki birinci elm ən əfzəl, şərəfli əməllərdəndir. Hansı ki insan onu tələb edir. Ən əfsəl əməllərdəndir. Və elmə dinimiz elə qiymət verib ki, heç kəsə, həm alimlərə təbii ki, həm alimlərə elə qiymət verib ki, heç bir din elə qiymət verməyib. Bəzi dinlərdə hətta nə qədər avam olsun, o qədər daha fəzilətlidir. Nə qədər çikli olsun, o qədər daha fəzilətlidir. Və bunu özünüz də biraz dünyaya baxan özü görür. Və elm fəzilətdir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, elm barədə, elm tələb edən barədə, yəni elmin fəzilətindən qeyd edir və deyir ki, elm tələbəsinin ayaqlarının altından mələklər öz qanadlarını qoyur. Elmin fəzilətinə görə. Və həmçinin hədisi davamı var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hətta yerdə olanlar və göydə olanlar hamısı o elm tələb edən adam üçün dua eləyir. Allahdan bağışlanmağını istəyir. Fəzilətə bax. Və sonra həmçinin davam eləyir hələ. Və deyir ki, hətta balina, fikir verirsiniz, misala baxın, hətta balina dənizdə insanlara xeyri öyrədəni dua eləyir. Əl-hədis, necə Peyğəmbər sallallahu aleyhi ve sellem deyib. Yəni bu hədis təbii ki, çox faydalar var. Sadəcə bəzi işarələr eləmək istəyirəm. Fikir verin, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbəri var idi. Dənizdə nə var? Və s. xəbəri var idi. Balina. Ola bilər, o ərazilərdə yox idi. Onlar görməmişlər. Lakin onu göstərir ki, məlumatı var. Məhz qeyd edir balinanı. Və həmçinin hədisdə qeyd olunur ki, dəlildir ki, bu hədis, heyvanlar da Allaha dua eləyir. Heyvanlar da Allaha dua eləyir. Hətta balina dənizdə. Necə Allah Subhanahu taala da özü buyurur ki, Allah hər şey zikr eləyir. Sadəcə biz başa düşmürük. Və ona görə elmə yardım, alimlərə yardım, təbii ki, ruzun artmağına səbəblərdən biridir. Kim bu şərəfli yola xidmət eləsə maddi cəhətdən, təbii ki, ruzun artmağına böyük xeyirdir. Və elm deyəndə, qardaşlar, elm deyəndə, biz bir dənə dini elmlərə qəsd eləmirik. Bəli, dini elmlərin yeri başqa. Amma həmçinin dünyavi elmlər daxildir bura. O elmlər ki, insanlara faydalıdır, İslam onu dəstəkləyir. İslam demir, bir dənə dini elm öyrən və salam. Kim elə başa düşüb səhvdir. Dünyavi elmlər də İslam dəstəkləyir. O elmlər ki, dinimizə zidd deyil, İslam onu dəstəkləyir. Və bu qədər Allah Teala bizə eşitli faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.